Adım Quliyeva İlhamə, 1976-cı təvəllüd, yaşım 48. Mən şikayətim 3 ildir ki, mən bu qida borusundan əziyyət çəkirəm. Yediyim boğazımda qalır, qıcqırmalar olur, gecələr qusma olur, öskürük olur. Birinci elə yeyirdim, boğazımda qalırdı, az-az. Sonra endoskopiya elədim. Dedilər, mədədə deşik var, müalicə elətdim. Sonra effekt olmadı. Sonra bir başqa həkimin yanına getdim. O da dedi ki, əməliyyat olmalıdır. Sonra bir başqa həkim tapdım. Ona da balon əməliyyatı elətdim. Bir çox müalicələr götürdüm, effekt olmadı. Çəkini itirdim, gördüm arıqlayıram. Çox arıqlayıram. İndi 3 ay müalicədə idim. Elə müalicə elənə təsadüfi internetdə baxırdım, Aslan doktoru tapdım. Ondan sonra müraciətimi Aslan doktoru elədim. Özümlə görüşdük, danışdıq. Yəni başıma gələn əhvalatları danışdım həkimə. Həkim də əməliyyat yazdı. Çox əminəm ki, yaxşı olacaqdır. Çünki çox baxmışam əməliyyatlarına, izləmişəm. 3 aydır izləyirəm əməliyyatlarını. Xəstəmiz Quliyeva İlhamə, 1976 təvəllüd, 5 ildir, 2020-ci ildən axalaziya xəstəsidir, yəni parodontal disfagiyası var, udma problemləri var. Müraciət zamanı ezofagoqrafiyada biz xəstədə 3-cü mərhələdə olan tip 1 axalaziya aşkarlanışır. Hal-hazırda qarın daxili təftiş zamanı ciddi bir axalaziya aid problemlər görmür, çünki burada görülmür. Sonraki mərhələlərdə göstərəcəm və biz xəstəmizə Heller-Dor əməliyyatını eləyəcək və əməliyyat mərhələlərini sizə göstərəcəm. Davam edək. İlhamə xanımın əməliyyatının növbəti miyotomiya mərhələsini tamamladı. Budur, delikli qırşanı görürsünüz. Bu da miyotomik kəsikdir. İndi biz onun tamlığını da yoxlayandan sonra keçəcək. Vurur, mayeni vurur, tez geçecek. Azalır, bir saniye. Vurabilir. İndi mavi test edirik. Vurur, sürətle vurur. Budur, şişlik, gördüğünüz gibi kandı. Tamamı bozulmuyor. Oldu. Sağ olun. Keçirik biz onun ikinci mərhələsində. İlhamə xanımın əməliyyatını bitirdik, nə elədik? İlhamə xanıma Heller miyotomiyası və Dor funduplikasiyası elədik. Yəni, qida borusunu bayaq gördüyünüz kimi üzərini miyotomik kəsiyi ilə açdıqdan sonra aşağı üçdə birinin. Həmin açdığımız yeri yamayaraq tamlığı bərpa elədik. Həm də antireflüks mexanizmi düzəltdik. Yəni, mədənin içərisindəki turşu qida borusuna keçə bilməsin. Yəni, poem əməliyyatından da üstünlüyü budur. Ona görə bu, bugün qızıl standart sayılır. Poem əməliyyatları gözəldir, invazivliyi aşağı olduğuna görə, amma nəticəsinə görə bizimkilər çata bilməz. Çünki bu dünyada təsdiq olunmuş statistik danılar var, verilənlər var. O verilənlərə görə bunun nəticələrini poem əməliyyatı verə bilmir. Budur. Gördüyümüz kimi aşağı üçdə birdə açaraq qidanın keçiriciliyini təmin elədik. Bununla da əməliyyatımız tamamlandı. Sağ olun.